təqdim olunan 28 maddəlik plan Trump məsuliyyəti öz üzərindən atdı və dövlət katibi vasitəsilə bildirdi ki, bu bizim plan deyil, bu bizə sadəcə Rusiyanın verdiyi təkliflərdir və bu da son variant deyil. Bu əslində gələcək üçün Rusiya ilə Ukrayna arasında bağlanılacaq hər hansı bir müqavilənin olmamasının anonsu idi. Amerika Birləşmiş Ştatları tərəfindən. Bu bir nəbz yoxlanması idi Rusiya üçün və hesab edirəm ki, Rusiya növbəti mərhələyə doğru çəkilir. Əgər diqqət etsəniz, bir tərəfdə sülh planı var, bir tərəfdə Rusiyanın bugün həm maliyyə bazarının vurulması, həm neft bazarının vurulması, neftin qiymətinin, Rusiya neftinin qiymətinin həddən artıq uzlaşdırması və o cümlədən də artıq SWIFT-lərinin, bank SWIFT-lərinin bütün regionlarda bağlanılması və iri korporasiyaların, iri şirkətlərin hamısının faktik olaraq default vəziyyətinə gətirilib çıxarılması var. Bu o deməkdir ki, Trump'ın özü də, Amerika Birləşmiş Ştatlarının özü də Avropa vasitəsilə Rusiya ilə çox məharətcəsinə bir oyun oynayır və Rusiyanın iqtisadiyyatını tamamilə çöktürmək niyyətindədirlər. Putin bunun fərqindədir və Putin bunun fərqində olduğuna görə də bütün gücü ilə ritorikasını daha çox hərbin üzərində, o cümlədən də Avropa ölkələrində müharibə planı olduğu barədə informasiyalar verməklə, həm də dünyanı bir növ təhdid etməklə məşğuldur. Əslində Avropanın müharibə planı yoxdur. Avropanın müharibə planı olsaydı, Avropa çoxdan bu müharibəyə qoşulardı, bu və ya digər şəkildə. Əslində, Avropa müharibənin qarşısını almaq istiqamətində, həm də Rusiyanın işğalçı niyyətlərindən geri çəkilərək Avropanın gələcək sülh təminatını əldə etmək üçün çalışır. Putin isə bunu tamamilə başqa dildə tərcümə edir, dırnaqarası qeyd edir. Rusiya da hesab edir ki, Avropa ölkələri, o cümlədən başda Almaniya olmaqla, daha çox sülh istiqamətində deyil, müharibə istiqamətində çalışır. Hansı bəndləri qəbul etmək istəmir? Rusiya hansı bəndləri qəbul etməyəcəyini düşünür. Güman edirəm ki, orada heç bir bəndin Rusiya üçün məqbul olmayan tərəfi yoxdur. Bütün bəndlər Rusiya üçün məqbuldur. Sadəcə Rusiya bu bəndləri mən razı idim, Ukrayna qəbul etmədi və proses davam etdi kimi bir bəhanəsinin olmaması üçün nədən deyir ki, bizim də qəbul etmədiyimiz şərtlər var. Amma əslində Rusiya üçün ideal bir şərtdir və təkliflərin də hamısını Rusiya verib. Krım onda qalır, Donetsk onda qalır, Lugansk onda qalır, işğal olunmuş ərazilərdə demək tampon bölgə yaradılır, NATO qoşunları Ukraynaya gəlmir, NATO qoşunları ilə Ukrayna öhdəlik götürür ki, NATOya üzv olmayacaq və s. və s. Bu qədər hər bir Rusiyanın xeyrinə olan şeydir. Sadəcə Trump təklifləri, dırnaqarası deyək təklifləri, Ukrayna tərəfindən və Avropa tərəfindən qəbul olunmayacağını bilən Rusiya indidən özü üçün əl yeri qoyur, özü üçün çox sadə bir variant hazırlayır ki, bizim də razı olmadığımız məqamlar var idi və əslində Ukrayna yox, biz Ukraynanı məcbur edərdik bu sülh planına, Amerika da məcbur edərdi buna, amma biz bəzi şərtlərlə razı olmadıq. Rusiya çıxılmaz vəziyyətdədir. Rusiyanın bu istiqamətdə nə qədər müharibə ritorikasını sərtləşdirsə də, nə qədər müharibə ritorikası Ukrayna üçün ağır olsa da, şərtlər ağır olsa da, işğal faktoru olsa da, doğrudan da bəzi regionların başlığa çıxartmışsınız, bəzi ərazilərin mühasirəyə alındığı da olsa, amma bununla belə ən çətin vəziyyətdə Ukraynadan daha çox bugün Rusiyadır. Çünki Rusiyanın bütün iqtisadiyyatı və sənayesi tamamilə çöküb. O cümlədən insan resursu çox olduqca aşağı düşüb. Müharibədəki insan resursu aşağı düşüb. Vaxtilə Sovet dövlətinin vaxtında bir lətifə var idi. Bir Yəhudi əsgərlikdən yayınır Böyük Vətən müharibəsində 41-45-ci ildə. 44-cü ildə onu həbs edirlər ki, sən müharibədən yayınmısan. Deyir, valla mən yayınmadım əslində. Sizin verdiyiniz informasiyalara baxdım. Demək, Pravda'da, İzvestiyada verdiyiniz informasiyalar. Mənə məlum oldu ki, ümumiyyətlə Alman qalmayıb dünyada. Dedim, mən niyə gedim Alman qalmayandan sonra müharibəyə? İndi Rusiyanın verdiyi informasiya ümumiyyətlə Ukrayna yoxdur.
necə ki, o müharibə başlayanda o informasiyanı verirdi ki, 3 gün ərzində tutacağıq və s. və s. İndi də verdikləri informasiyaya görə Ukrayna bütün bölgələrin hamısında faktik olaraq diz üstə çöküb, artıq sanki yalvarır. Elə bir görüntü yaradırlar. Hətta şərt də qoyur ki, hansı halda biz hərbi əməliyyatı dayandıra bilərik. O cümlədən də prezident seçkilərini önə ataraq Zelenskinin qeyri-qanuni, qeyri-legitim hakimiyyəti olduğunu dilə gətirərək deyir, əvvəla qeyri-legitimliyin hüquqi əsasları yoxdur. Çünki hər bir ölkənin konstitusiyasında, o cümlədən Azərbaycan Respublikasının konstitusiyasında müharibə davam etdiyi müddətdə artır. Hətta Amerika Birləşmiş Ştatları 2-ci Dünya müharibəsində Rooseveltin 3-cü dəfə seçilməsi üçün əlahiddə bir qərar verdi. Çünki müharibə davam edirdi. Bugün heç kim Zelenskiyə qeyri-legitim prezident demir Rusiyanın özündən başqa. Rusiyadan başqa kimsə bununla bağlı mövqe ifadə etmir. Bunu yalnız ifadə edən Rusiyadır. Buna görə də bütün bu bleflərin hamısı nəticə itibarilə ona söykənir ki, Rusiya içəridəki vəziyyətdən narahatdır. Siz Rusiyada çörək növbəsinə dayanan, siz Rusiyada benzin növbəsinə dayanan, siz Rusiyada ucqar yerlərdə mərkəzdən kənar təqaüdlərin və maaşların verilmə dinamikasına baxsanız görərsiniz ki, olduqca böyük sıxıntılar var, olduqca böyük çətinliklər var. Hətta bəzi yerlərdə müvəqqəti demək limitlər tətbiq olunub. O limitlər bəzi hətta mağazalarda tətbiq olunub, bizim aldığımız informasiyalar var. Bəzi mağazalarda alışa limit tətbiq olunub. Məsələn, tutaq ki, 5 kiloqram hər hansı bir məhsuldan ala bilməzsən, yalnız 1 kiloqram ala bilərsən və s. Bu artıq Rusiyanın daxilindəki vəziyyəti göstərir. O cümlədən insan resursu ilə bağlı az-çox münasibəti olan və yaxud da az-çox Rusiyanın imperialist niyyətləri ilə çulğaşan bir siyasət yürüdən ölkələrdən insan transfer etməyə çalışır, müharibəyə insan transfer etməyə çalışır. Koreyadan da, Cənubi Afrika, Amerika respublikalarından da, bəzi Afrika respublikalarından, Asiya respublikalarından, Bangladeşdən bilirsiniz, muzlu nə qədər adamların ölümü ilə bağlı siyahı var orada. O cümlədən miqrantlarla hansı siyasət həyata keçirilir, zorla aparılır. Bu cür müharibə udmaq olmaz. Rusiya ideologiya üzərində müharibələri udub. İkinci Dünya müharibəsində Sovet ideologisi üzərində udub. Amma bu ideoloji deyil artıq. Bu zorakılıqdır və insanlar müharibədə kimin üçün, nə üçün mübarizə apardığını, döyüşdüyünü artıq qəbul etmir. 28 bəndlik sülh təklifində, paketində, Rusiyanın təkliflərində de facto məsələsi var idi. De jure məsələsi yox idi. Yəni, əslində bir növ dondurulmuş konflikt anlayışına gəlirdi və Rusiya bilir ki, dondurulmuş konflikt anlayışında Rusiyanın SSR-i dağılarkən yaşadığı problemlərlə yanaşı, bir gün Rusiyanın bu problemləri də ola bilər. Hətta bugün buna razılıq verilsə və buna görə də de facto anlayışından de jureyə keçmək istəyir ki, artıq rəsmi şəkildə təsbit olunsun və o rəsmi təsbitdən sonra ölkələrlə münasibətlər sistemində hər hansı zoraki yolla əraziləri ələ keçirmə faktı qeyd olunarsa, onda bu ölkəyə qarşı müharibə kimi xarakterizə olsun və heç kim də onda bu müharibəni qəbul etməz və onda Ukrayna və yaxud da bu ərazini geri Ukraynaya qaytarmaq istəyən hər hansı beynəlxalq birlik və yaxud da birləşmiş hər hansı bir ölkələr birliyi onda Rusiya ilə müharibə vəziyyətinə gətirib çıxarar. Rusiya isə nüvə dövlətidir və heç kim nüvə dövləti ilə birbaşa müharibə çağırışı etmək və yaxud da müharibə vəziyyəti yaratmağı arzu eləməz. Dünyada buna qarşı olar. Ona görə onun de facto-nu de jure ilə əvəzləmək istəyir. Müharibəni bitirmək istəyənlər buna razılaşa bilərmi? Yox, müharibəni bitirmək istəyənlərin bir niyyəti var. Rusiyanın bütün variantlarının hamısını əlindən almaq. Rusiyanın bütün variantlarının hamısını əlinə alınsın. Sizin efirdə, sizlə elə söhbətdə də qeyd etmişdim mən bir dəfə ki, məsələ Çin məsələsidir. Çinin növbəti mərhələdə çıxan bütün yollarının hamısını dünya güclərinin nəzarətdə saxlamasıdır. 3 yoldan ikisi budur. Biri bizim orta dəhlizdir, Zəngəzur istiqamətinə gedən və bu istiqamətdə artıq 8 avqustda bir ümumi razılığa gəlinib və bu istiqamətdə proses gedir. Biri Qırmızı dəniz üzərindən olan yoldur, üçüncüsü isə Rusiyadan keçən quru yoldur. Bu yol mütləq Rusiya hakimiyyətini dəyişib və beynəlxalq güclərlə hesablaşan, o cümlədən də o hesablaşmanın içərisində də maraqları qoruyan bir tərəfə çevrilən dövlət olmalıdır. Başqa cür yolu yoxdur. Başqa cür Rusiya heç bir halda ram olmayacaq və
dünya növbəti nizamını və düzənini bu şəkildə davam etdirəcəksə uduzacaq. Yəni müharibələr qaçılmaz olacaq. Ona görə növbəti mərhələ üçün dinc dövrə hazırlıq gedir və o dinc dövrdə bütün bastırılan minaların hamısını çıxarırlar, zərərsizləşdirirlər. Rusiya dünya üçün növbəti plan və dünyanın növbəti mərhələlərdə sakit və düzənli yaşamasını poza bilən minalardan biridir. O cümlədən onun biri proksi təşkilatlar idi. Yaxın Şərqdə diqqət etsəniz, bu proksi təşkilatlar hamısı dağıdıldı. Məsələn, orada İsrail bu məsələlərə başçılıq elədi. Məsələn, tutaq ki, burada indi Ukrayna bu məsələlərdə sipər olub və s. Hər yerdə bir məsələ qoyub və yaxud da Cənubi Amerikada Venezuela bu istiqamətdə ən radikal və aqressiv tərəfdir. Bugün Venezuela ilə bu istiqamətdə hesab-kitab əməliyyatı gedir. Nə olacaq, necə olacaq? Hər halda Venezuelanın və yaxud da Maduranın xeyrinə olmayan bir əməliyyat olacaq bunlar. O cümlədən Yaxın Şərqdə də Hindistanla artıq bəlli bir danışıqlar gedir. Çinlə bəzi razılaşmalar olur. Görürsünüz, hətta Çin gələcək üçün nə qədər buna hazırlanmış tələ olsa da belə indiki şəraitdə dünyanın qarşısına keçib də Rusiyanın yanında dayanmağı bir mənalı surətdə tərcih etmir. Yəni, dünya idarə olunan dünyadır. Baş pozuq və yaxud da idarə olunmayan bir vəziyyətdə deyil. Sizcə Tramp və Putin razılaşarsa, ən azından Ukraynanın məcbur edəcək bir sülh müqaviləsi imzalanarsa... Mən sizə inamla deyirəm... Bu Cənubi Qafqazda da növbəti razılıq əlaməti olmayacaq mı? İnamla deyirəm ki, Ukrayna cəbhəsində Ukraynanı məğlubiyyətə, Rusiyanı qalibiyyətə məcbur edə biləcək heç bir siyasət olmayacaq. Axı, hazırki təkliflər paketinə baxdıqda bu onu göstərir. Bu təkliflər paketi fevral ayından bugünə qədər davam edir. Artıq bir ilinə çox az qalır. Və elə fevral ayında mən yazmışdım ki, Trump Putini oyuna yatırır. Və nəhayət Putin bütün silahlarının hamısını yerə qoydurmağa məcbur edəcəklər. İqtisadiyyatını, maliyyə bazarını tamamilə yerə qoydururlar bugün vəziyyəti. Artıq hərbi gücü də çökür və ona görə bu qədər aqressivdir. Bəs niyə o zaman KTMT təklif edir ki, Rusiya silahları alın? Yəni, bir tərəfdən döyüşür, silahı yoxdur deyir, amma indi KTMT ölkələrində təklif edir ki, təşkilat Rusiya silahlarını alsın. Sizcə o silah varmı? Güc nümayişidir mi? Güc sadəcə dünyaya mesajdır, güya informasiya müharibəsidir və güya bu informasiya müharibəsində bu özünü üstün göstərmək. Rusiyanın silahı mı var mı? Rusiyanın bugün silahı yoxdur. Amma bunu Avropa etiraf edir. Məsələn, raketlər kifayət qədər Rusiya raket istehsalı həyata keçirir və biz hazırlıqlı olmalıyıq. Bunun mesajını verən Avropadır. Avropa bu hansı? Avropanın qorxduğu bircə şey var. Nüvə başlıqlarından, istər lokal, istər böyük mənada istifadəsində. Çünki son hədd çatanda bundan istifadə edə bilərlər. Və Rusiyanın ehtiyatı var, uzun illərin ehtiyatı var. Amma müasir sistemdə, diqqət etsəniz, müasir sistemdə nüvə başlıqlarından başqa demək olar ki, bütün silahlardan istifadə edib. Nə qazanıb ki? Nəyi qazanıb ki? Hətta özünün hava məkanında müdafiəni təşkil edə bilmir. Rusiyanın 1000 kilometrə qədər içərilərinə Ukraynanın hava hücumu həyata keçirilir. Rusiya bunu təşkil edə bilmir. Rusiyanın böyük silahları yoxdur. Onun ən müasir silahları belə çox azdır və onun böyük əksəriyyətinin həm müasir texnologiya baxımından, həm digər üsullarla Qərbdən aldığı texnologiyadır. Bunun da hamısını dayandırdılar. İndi Çindən alır və Çin o qədər də sadəlöv deyil. Necə ki, Rusiya bizə verdiyi tankların və digər böyük əksəriyyətinin hamısında yerləşmə mexanizmi və ciplər yerləşdirilmişdi. Hərəkət trayektoriyasına baxırdı. Rusiya bilir ki, həmin şeyi Çin deyib və istənilən vaxt onu sata bilər. Ona görə də Rusiya üçün çox çətindir bu dəqiqə. Özündə olmayan bir şeyi əldə etmək. KTMT-yə biz silah alın dedikcə, həmin silahın nümunələri nə qədər desəniz Azərbaycanın qənimətlər parkında var, olan silahlar odur da. Ermənistana satdığı və müharibədə gördüyümüz. Biz onun müharibədə gördüyümüz böyük əksəriyyəti qənimətlər parkındadır da. Yəni Ermənistanın, Rusiyanın bugün müasir silah anlayışında çox geridə qaldığı bu müharibədə özünü göstərdi. Təsəvvür edin ki, dron, yəni pilotsuz uçuş aparatlarının bugün də İrana möhtac vəziyyətdə qalıb. İran bu texnologiyada 3-cü sıradadır, 3-cü yerdədir. Birinci, ikinci sıradadır deyil, yəni texnologiya nöqteyi nəzərdən. 3-cü sırada olan ölkələrdəndir texnologiya baxımından. İranın şahidləri döyüşür Rusiyanın hava məkanında və müharibədə, apardığı müharibədə. Rusiyanın özünün ona imkanları yoxdur. Kimə nə çatır? Bu
təbliğatlı bu informasiya müharibəsidir. Rusiya bu informasiya müharibəsindən də qalib ayrılmaq istəyir və dünyaya bir növ təhdid edir ki, mən ən sonunda yenə də biz son addımlar ata bilərik. Bizim son addımlar tükənməyib, səbrimizlə heç kim oynamasın və s. kimi mövqelərdə, xüsusilə Avropaya münasibətdə. Bu da onun göstəricisidir ki, son addım nüvədir. Amma Türkiyə Prezidenti Cənab Ərdoğanın bir sözü vardır. Türkiyə dünya 5-dən böyükdür. Dünya Rusiyadan çox böyükdür. Həddən artıq və Putin bunu çox gözəl anlayır, çox gözəl də bilir. Bildiyi üçün də... Peki biz Rusiyanı biraz həffə alırıq? Yox. Son vəziyyətlər fonunda, son müharibə fonunda? Baxın, 2022-ci ilin 24 fevralında müharibə başlayıb. Ukrayna'nın. Bugün 2025-ci ilin dekabrıdır artıq. Astanasındayıq dekabr. 4 il olmağına az qalıb. 4 il olmağına bir şey qalmayıb. Böyük Vətən müharibəsidir. Birləşmiş Alman qoşunlarıdır. Ukrayna'ydı. Bacarmadı. Alınmadı. O resurs yoxdur Rusiyada. Nə o insan resursu var, nə o ideoloji resurs var, nə o hərbi resurs var. Heç biri yoxdur bugün. Biz Rusiyanı indiyə qədər çox şişirtmişik gözümüzdə. Xüsusilə post-sovet ölkələrində. Bilirsiniz, həll olunmayan konfliktlər, təhdid, hədə-qorxu, bəzi yerlərdə güc nümayişi, Abxaziyada, Osetiyada, Azərbaycanın 30 illik böyük bir dərdi, problemi, o problemin içərisində mütləq mənada Xocalı kimi bir terror, 20 yanvar kimi bir terror, qeyri-qanuni Ermənistana silah satışı və s. Moldovada həmin proseslər, Ukraynanın Krım və s. hamısı və dünyanın da laqeyd, bivec münasibəti, nəticə etibarilə Rusiyanı çox iştahlandırmışdı və Rusiya olduğundan da çox böyük görünürdü. Və bugün Rusiya öz yerində görünür, o balaca yerində görünür artıq. Rusiya çox balacadır, təqdim olunandan çox balacadır. Nəinki dünyanın sayı etibarilə bugün həmin sayı ordu yoxdur. Kim deyir ki, Rusiyanın bugün həmin sayı ordusu var, olsaydı onu göndərərdi, o ordu darmadağındır. Baxın, ordu rəhbərliyində neçə dəfələrlə yer dəyişmələr və yaxud da vəzifədən azad olunmalar, hətta mülki şəxsin müdafiə naziri gətirilməsi kimi momentlər olub. Yoxdur. Rusiyanın bu qədər də böyütməyə dəyməz. Rusiya bugün bizim üçün böyük ola bilər. Cənubi Qafqaz Respublikaları üçün, Orta Asiya Cumhuriyyətləri üçün, hətta Ukrayna üçün böyük ola bilər. Amma Ukraynada Ukrayna deyil. O Ukraynada həm də dünya var, həm də Avropa var. Həm də bütün parametrlərinə görə insan resurslarından tutmuş insana münasibətdən, tutmuş silah və müasir texnologiya baxımından Rusiyadan qat-qat güclü bir məkan var. Ona görə də Rusiyadan o qədər də çəkinmir. Ukrayna da bunu bilir və Ukrayna ona görə ayağını biraz da yerə bərk basıb. Ona görə müqavimət göstərir. Trump'ın bir sözü var idi. Dövlət katibi qeyd etdi ki, plan qəbul olunmasa biz Ukraynadan yardımları da kəsmirik. Kəşfiyyat məlumatlarını. Bəli, kəşfiyyat məlumatlarını və s. Trump'ın da bir sözü oldu. Dedi, qəbul olunmayacaq bu plan daha artıq vuruşacaq Ukrayna. Ukraynanın vuruşla müttəfiqlərindən biri və birincisi Amerika Birləşmiş Ştatları. Niyə narahatlıq son olaraq bunu aydınlaşdırır? Bizim narahat olmağımızın... Əgər oradan Rusiya qalib çıxarsa... Yenə deyirəm, böyük mənada təzyiq etməyə çalışacaq. Amma o təzyiq yetərli olacaq. Zəngəzur dəhlizinin olmaq üçün yox, təkcə Zəngəzur dəhlizi deyil. Bilirsiniz, düzənimizi pozmağa çalışacaq. Dövlət olaraq düzənimizi pozmağa çalışacaq. Gəlin bir anlıq təsəvvür edin ki, 30 il düzənimizi pozdular. Müstəqillik əldə olunandan bizim düzənimizi pozan Rusiyanın Ermənistan oldu. Birləşdilər, Azərbaycan torpaqlarını işğal etdilər. Azərbaycan torpaqlarında bir etnik milli separatizm yaratdılar. İndi də etnik milli separatizmin də elementləri görünür Azərbaycanda. Bəzi başqa yerlərdə əl atmağa çalışırlar, bəzi məlumatları şirdib çatdırırlar və s. Bizim düzənimizi pozmağa çalışacaq, rahatsız olacaq, huzurumuz olmayacaq. Post-sovet ölkələrin hamısında. Hər zaman bir Rusiya təhdidi deyilən bir anlayış olacaq ortada. Məsələ bundadır, yoxsa 20-ci ildə elə sərhəd aşağı qoşun... Yox, təbii ki, qoşun gətirməyəcək, amma yəni təzyiq elementləri üçün də əlində kifayət qədər rıçaqları var. Və ona görə də mütləq və mütləq Ukrayna qalib olmalıdır və mütləq Ukrayna qalib olacaq.